Salam dəyərli izləyicilər, din model tipli tapşırıqların izahatı ilə sizi tanış edək. Suallarımıza başlayaq. Birinci sualda qeyd edirik ki, 19-cu əsrin birinci yarısında yaradılmış Müsəlman Əyalətləri Rəisliyi mərkəzini xəritədə müəyyən edin. Müsəlman Əyalətləri Rəisliyi mərkəzi təbii ki, Şuşa şəhəri olmuşdur. Şuşa şəhərdə Qarabağ ərazisində, yəni burada B uyğun cavabdır. Digər sual, yəni birə baxdıq. İkinci suala diqqətlə baxaq. O da deyir ki, Tunc dövründən fərqli olaraq Neolit dövründə insanlar oturaq həyat yaşayırdılar. Tunc dövründə də oturaq həyat yaşayıblar. Toxuculuq inkişaf etmişdi, hər iki dövrdə var. Saxsı qablar hazırlanır, hər iki dövrdə oldu. Anaxaqanlıq hökm sürürdü. Doğru cavabımız Neolit dövründə təbii ki, anaxaqanlıq hökm sürməsi, yəni D variantı uyğun cavabdır. Üçüncü suala baxırıq. Eyler-Riven diaqramı uyğun bəndləri müəyyən edin. Romaya qarşı mübarizədə Parfiya ilə müttəfiq olması. Bu Atropatenaya, A bəndə gedəcək 2-yə. Ərazisində türk tayfalarının formalar yaşaması B ortaqdır. Yəni B ortaqa gedəcək. Hristiyanlığın dövlət dini elan edilməsi. Təbii ki, bu Albaniyaya aiddir. C bəndi gedəcək 3-ə. Quldarlıq münasibətlərinin mövcud olması hər iki dövrə aiddir. D bəndi gedəcək ortaq. Və Urartuya qarşı mübarizə isə Mannaya aiddir. Deməli, 1-ə Y, 2-yə A, 1-ə Y, 2-yə A, 3-ə C, 4-də B-dir. B variantında. Doğru cavabımız B variantında göstərilib. Növbəti 4-cü sualda Osmanlı 2-ci Mehmetin hakimiyyət dövrləri üçün səcəvidir. Bolqarıstan və Serbiyanın asılı hala salınması. Bolqarıstan və Serbiyanın asılı hala salınması deməli 2-ci Mehmetin dövrünə deyil. Bundan əvvəlki dərsdə də yəni mövcud hissədə də verilib. Deməli artıq İldırım Bəyazidin dövründə, daha doğrusu 1-ci Muradın dövründə təsadüf edir. Qanunlar toplusunun qəbul edilməsi ki var. Qara Yusif ilə dostluq əlaqələrinin saxlanılması yanlışdır. 15-ci əsrin ikinci yarısında hakimiyyətdə olmuşdur. Doğrudur. Deməli 2-4 Trabzonun tutulması da aid. 2-4-5 doğru cavabımız D variantında göstərilib. 5-ci sualda Calvin Coolidge, Herbert Hoover, Franklin Roosevelt'a aid olan xüsusiyyətləri göstərin. Birtərəfli haqqında qanun Franklin Roosevelt'a aid var. Cənubi və Şərqi Avropadan mühacirətin məhdudlaşdırılması da var idi. Yəni bu da Calvin Coolidge'a aiddir. Böyük böhranın başlanması Franklin Roosevelt'a aiddir. Daha başlanması Herbert Hoover'a aiddir. Sosial təminat haqqında qanun Franklin Roosevelt'a aiddir. Deməli, dövlətin 1-ci Dünya müharibəsinin qoşulması E variantı bunların heç birinə aid deyil. 6-cı sualda 17-ci əsrin ikinci yarısında Volqa-Xəzər yolunun canlanması nəticəsində Böyük İpək yolu əhəmiyyətini itirdi. Bəli, Böyük İpək yolu əhəmiyyətini ondan əvvəl itirmişdi. Volqa-Xəzər canlanması nəticəsində Xəzər dənizi Rusiyanın daxili dənizinə çevrildi. Yanlışdır. Rusiyanın şərq ölkələrində iqtisadi ekspansiya şərait yaratdı. Azərbaycan ipəyin qabacıq Avropa ölkələrinə ixracı azaldı, xeyratdı. Bizansdan ticarət əlaqələri zəiflədi. Bu da Rusiyanın şərq ölkələrinin iqtisadi ekspansiyasını şərait yaratdı. Ona görə də C uyğun cavabdır. Növbəti suala baxaq. Uyğunluğu müəyyən edin. İntibah dövrünün, Azərbaycan intibah dövrünün memarlığı. Şirvan Abşeron Qız qalası A var idi. Şirvanşahlar Sarayı 15-ci əsrə aid olunur. B götürmürük. Gülüstan türbəsi Naxçıvanda yerləşir. Buğurt qalası, deməli Buğurt qalasını da götürə bilərik. Deməli bir də AC. Naxçıvan Darülmülk, Sübnik Şehir düzdür. Bəz qalasına aid götürmək olmaz. Gülüstan qalası da burada yerləşmir. Deməli 2-də də AB uyğun cavabdır. Deməli bir də AD, 2-də AB doğru cavabımız B variantında göstərilib. Növbəti suala baxaq. 8. Səfəvilər dövlətinin ərazisi Çukursəd bəylərinin tərkibində olmuşdur. 2. Azərbaycan şimalında Rusiya tərəfindən işğal edilən sonuncu xanlıq idi. Şimalında Rusiya tərəfindən işğal edilən sonuncu xanlıq idi. Naxçıvandan sonra İrəvan xanlığıdır.
Ardıcıl müəyyən edin. Çukursad bəylərbəyin tərkibində olmuşdur. 2. Rus qoşunları müqavimət göstərmədən təslim olmuşdur. Ha, yanlışdır. Yəni Rus işğalından sonra Əyalət Şurası tərəfindən idarə olunurdu. Bu Quba xanlığına aiddir. Müqavilə bağlayaraq Rusiya himayəsini qəbul etmişdi. Bu da yanlışdır. Ciddi müqavimət göstərdiyi üçün Bakı xanlığı ilə birlikdə ləğv edilmişdir. Bu yanlışdır. Rus işğalı ərəfəsində Qacarlar dövlətinin hakimiyyəti altında idi. Yəni burada Y uyğun cavabı Y variantı idi. 9-cu sual Rusiya tarixinin imperiya dövrünə aid deyil. Krım xanlığının işğal edilməsi imperiya dövrü üçün imperiya 1721-ci ilə 1917-ci ilə qədər davam eləyib. Krım xanlığının işğal edilməsi 1853-cü ilə aiddir. O düşür. Yaponiya tərəfindən məğlub edilməsi 1904-5-ci illərdə. Krım müharibəsinin məğlub olması 1853-56-da məğlub olub. Qazan xanlığının işğal edilməsi isə bu dövrə aid deyil. Deməli, burada D variantı. Burada saatların keçirilməsi var idi. Deməli, D uyğun cavabdır. 10-cu sualda Osmanlı dövləti Bolqarıstanla müharibə Ədirnəni geri aldı. Buxarest sülhü ilə başa çatan müharibədə Bolqarıstan məğlub oldu. Təbii ki, 2-ci Balkan müharibəsinə aid olan deməli, əlamət verilib. Burada C variantı uyğundur. 11-ci sualda hadisə nəticə səbəb nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Kürşad üsyanının baş verməsi, 2-ci Göytürk dövlətinin yaranması bir yanlışdır. Məğlub olması nəticələndi. Muğal xaqanın yürüşləri Çinin tabe edilməsi 2 var. Axund dövləti ilə mübarizə Sasanilər dövlətinin süqut etməsi xeyir, bu yanlışdır. Ərəblərlə müharibədə süqut eləyib. Göytürklərin 7-ci əsrin 80-ci ilə azadlıq mübarizəsi Göytürklərin Çin əsarətinin azad olması doğrudur. 2-4. Deməli, doğru cavabımız A variantında göstərilir. 5-ə baxanda Aksuvar xanqarı Sasanilər hücumu Sasani 1-ci Xosrovun tabi olması yanlışdır. Bu düşmür. Deməli, burada 2-4 uyğun cavabımız A variantında göstərilir. 11-ci sualda növbəti 12-ci suala baxaq. Daha doğrusu 12-ci suala. Deməli, 12-ci sualda bu tərəfdə verilib ki, 20-ci əsrin 90-cı illərinə aid deyil. Pakistanın nüvə silahının hazırlanması, soyuq müharibənin başa çatması, Sovet qoşunu Əfqanistandan çıxarılmağa başlaması. Çıxarılmağa başlaması 79-da işğal eləmişdi, 1989-da çıxarılıb. Ona görə də burada uyğun cavabımız elə C variantıdır. 13-cü suala baxırıq. 20-ci əsrin ilk rübündə Şimali Azərbaycan siyasi həyatına aid ilk siyasi partiya və təşkilatlarının yaranması doğrudur. Milli oyanış dövrünün birinci mərhələsinin başlanması xeyir. 1875-dən başlamış ki, yanlışdır. Ziyalıların ümumi Rusiya müsəlman qurultayında faal iştirak etməsi var idi. Rusiya müsəlman xalqların azadlıq hərəkatı mərkəzinin çevrilməsi, Bakı şəhər dumasının yaradılması. Deməli, 1 var idi. 3 var, bir də 5 deməli. Rusiya azadlıq hərəkatı mərkəzində Rusiya müsəlman xalqlarının azadlıq hərəkatı mərkəzinə çevrilməsi. 1, 3, 4 və 2 olan cavabı çıxarırıq. 2 olan cavablar yanlışdır. Deməli, 3, 4, 5 və yaxud 1, 3, 4. Baxaq. Bakı şəhər dumasının yaradılması. Bakı şəhər duması deməli, bu 1878-dən başlayır. 5 ola bilməz. Deməli, sualın doğru cavabı C variantıdır. 1, 3, bir də 4. Azadlıq mərkəzinin çevrilməsi Rusiya müsəlman xalqlarının azadlıq hərəkatının mərkəzidir. 5, 4. Bakı şəhər dumasının yaradılması isə 1878-dən başlayır. 14-cü suala baxırıq. 11-ci əsrin 30-cu illərində ərazi Oğuz türkləri məskunlaşmışdı. Səlcuq Sultan Məlikşahın dövründə dövlətçiliyin son qoymuşdur. Şəddadilər dövlətidir. Paytaxtı Gəncə olmaqla burada 1 uyğun cavabıdır. Doğru cavabımız yerə B variantında göstərilib. 15-ci sualda qədim Hindistan və qədim Çin tarixinə aid ümumi cəhət. Eradan əvvəl 2-ci əsrdə ayrı-ayrı dövlətlərə parçalanması yanlışdır. Ölkənin şimal hissəsi böyük Hun dövlətinə birləşdirilməsi. Bu da yanlışdır. Xarici hücumlara qarşı mübarizə
aparılması. Doğru cavabımız elə C variantıdır. Qədim Hindistan Makinen İskəndər Əhəmənilərin hücumuna məruz qalıb və eyni zamanda qədim Çində onların hücumuna məruz qalıb. Ona görə də burada C variantı uyğun cavabdır. 15 qeyd elədik və 16-cı suala baxaq. 16. 16-cı sualda qeyd edilir ki, 19-cu əsrin ikinci yarısında Şimali və Cənubi Azərbaycan tarixinə aid ümumi cəhətdir. Milli oynaşma və milli hökumətlərinin yaranması, bəli, elə A variantı uyğun cavabdır. Daha doğrusu 19-cu əsrin ikinci əsr Şimali və Cənubi Azərbaycan tarixinə aid ümumi cəhətdir. 19-cu əsrdə deyir. Rusiyanın xamal və satış bazarı olması. Bəli, burada B daha uyğun cavabdır. B uyğun olmalıdır. 17-ci sualda Azərbaycan Respublikasının 21-ci əsr tarixinə aiddir. Yeni neft və qaz ixracatçısı olması. Belə 21-ci əsrdə A variantı uyğundur. İxracatçısı olması. Tarixinə aiddir. Bazar iqtisadiyyatına keçirilməsi əvvəl də var. Dövlət torpaqlarının özəlləşdirilməsinin başlanması 90-cı illər. Neft strategiyası 90-cı illərdədir. İlk demokratik qanunverici orqan yaranması parlament 90-cı illərə aiddir. Elə burada A variantı uyğundur. 18-ci sualda qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 3-cü və 4-cü hökumət kabinetləri üçün ortaq cəhətdir. Xəzər donanmasının yaradılması. 3-cü hökumət kabineti deməli yaranıb 26 dekabr və eyni zaman 14 aprelə qədərdir. 4-cü hökumət kabineti 14-22 dekabr tarixinə aiddir. Burada diqqətlə baxsaq, Gürcüstanla hərbi sazişin imzalanması 1919-cu ilin iyun ayında təsadüf eləyir. Bu təxminən, yəni 19-cu ilin iyun ayında 4-cü hökumət kabinetinə təsadüf elədi. 3-4-cü hökumət oxşar cəhətdir. Xəzər donanması 1919-cu ilin yay ayındadır. Bu da deməli 4-cü hökumət kabinetinə aiddir. Qarabağda separatizm siyasətinə qarşı mübarizə aparılması ola bilər. Deməli Bakının erməni bolşevik işğalından azad edilməsi düşmür. Naxçıvan general qubernatorluğunun yaranması barəsində qərarın qəbul etməsi. Burada elə Qarabağda separatizm siyasətinə qarşı mübarizə aparılması olar 3 və 4-cü hökumət kabinetindədir. Burada C uyğun cavabdır. 19-cu sualda 16-cı əsrdə ölkə katolik ağalığı hökm sürürdü. Digər Avropa dövlətlərinə nisbətən siyasi dağınıqdır və Almaniya ərazisində fəaliyyət göstərirdi. Burada da Almaniya 5 rəqəm göstərmiş. Daha doğrusu 5 deyil, 4 rəqəm göstərmiş ərazidədir. 5 də Fransa idi. 20-ci sualda Elxani hökmdarı Qazan xanın islahatların məqsədlərinə aid deyil. Oturaq feodalları din xadimləri öz tərəfinə çəkmək var idi. Dövlətin gəlirlərinin xəzinəyə daimi daxil olmasını təmin etmək. Mərkəzi hakimiyyəti möhkəmləndirmək var. Ölkədə hökm sürən qanunsuzluqlara son qoymaq, yerli feodalların köçəri Monqol əyanların asılılığı gücləndirmək. Xeyr, burada Y uyğun cavab deyil. 21-ci sualda eradan əvvəl 6-cı əsrdə Afinada kəndlərin borcları ləğv edildi. Bu Solon saatına görə idi. 1 var. Xalq tribunu seçilməyə başlandı. Xalq tribunu Romaya aiddir. Bu Afina aid deyil. 3 quldarlıq demokratiyasının çəkilmə dövrü, Periklin dövrünü 5-ci əsrə aid. Bunu da götürmək olmaz. Attikada azad kişi vətəndaş hüququ aldılar. 1-4 var. Strateq vəzifəsi yarandı. 1-4-5 də strateq də 6-cı əsrə aiddir. Elə burada B variantı uyğun cavabdır 21-ci sualda. Növbəti 22-ci suala baxaq. Sasani İmperiyası və Ərəb xilafətinin Albaniyada həyata keçirdiyi siyasətinin oxşarlığı, İslam dininin yayılması ərəblərə aiddir. Bir müddət yerli hökmdar idarəçinin saxlanılması, bu da yanlışdır. Xristian əhalinin vergilərdən azad edilməsi, atəşpərəstin hökmü, orada xidmət edən Xostak ümumiyyətlə Xostak Sasanilərdə idi. Atəşpərəstliyin geniş yayılması da yanlışdır. Xristian əhalisinin vergilərdən azad edilməsi. Bəli, bu deməli bir müddət yerli hökmdar idarəçiliyinin saxlanılması, Ərəb xilafətinin Albaniya həyata keçirdiyi siyasətin ortaq cəhəti, bir müddət yerli hökmdar idarəçiliyi, İslam dini Ərəb xilafətinə aid idi.
Bir müddət yerli hökmdarlar idarəçinin saxlanması bu Sasanilərə aiddir. Xristian əhalinin vergilərdən azad edilməsi. Burada yəni B uyğun cavab C variantı olar. 23-cü sualda Böyük Moğol hökmdarı Əkbər Şahın xarici siyasətinə aiddir. Ölkə ərazisini genişləndirərək hakimiyyətin bütün Hindistana yayması xarici siyasətinə aiddir. Bir xarici siyasət deyil. İsmaillə dostluq əlaqələrinin saxlanması, Səfəvilərlə dostluq əlaqələri saxlayıb. İsmaillə olmaz. 2 yanlışdır. Çünki 1556-cı ildə o hakimiyyətə gəlib. Bunda İsmail yox idi heç. Müasir Əfqanistanın bir hissəsinin tabe edilməsi, Cagirdarların daimi torpaqlarının təmin edilməsi, Osmanlıların diplomatik əlaqələrin yaradılması. Müasir Əfqanistanın bir hissəsinin tabe edilməsi, Əfqanistan olmaz yəqin ki. Burada Cagirdarların daimi ordu ilə torpaqla təmin edilməsi və Osmanlıların diplomatik əlaqələrin saxlanması. Xarici siyasətdə deyir daha doğrusu. Xarici siyasət deməli 3 olmalıdır. Əfqanistanın biz tabe edilməsi, Cagirdarların daimi torpaqla təmin edilməsi səhvdir. Bu olmaz. Deməli 3 ilə 5 qalır. Xarici siyasətdən söhbət gedir. 3 ilə 5. Müasir Əfqanistanın bir hissəsinin tabe edilməsi, Osmanlıların diplomatik əlaqələrin saxlanması 3-5 olar. 24-cü sualda Oğuz Səlcuq türklərinin Azərbaycan torpaqlarının axınları nəticəsində iqta başlıca torpaq mülkiyyətinə çevrildi. 14 iqta axınları nəticəsində Bizansın Cənubi Qafqaz möhkəmlənmə cəhdinin qarşısı alındı. 2 var. Şirvanşahlar asılı varlığına son qoyuldu. Xeyr, yanlışdır. Şəddadilər, Rəvədlər öz müstəqilliyini qoruyub saxladılar. Yanlışdır bu. Burada 1 ilə 2-dir. İqta başlıca torpaq mülkiyyətinə çevrildi. Bir də Bizansın Cənubi Qafqazda möhkəmlənmə cəhdinin qarşısı alındı. 1-2 uyğun cavabdır. 25-ci sualda xəritədə ərazisi ştrixlənmiş rayonuna bağlı doğru ifadələr müəyyən edin. Təbii ki, bura baxanda bu Laçın rayonu ərazisidir. Laçın ərazisi. Azad olunan rayonlarda ilk infrastruktur layihəsi burada həyata keçirilmişdir. Aprel döyüşlər ərazisinin bir hissəsi azad edilib. 2 yanlışdır. Böyük qayıdışa dair dövlət proqramı 2022-ci ağıllı kənd layihəsinin qayıdış. Bu Zəngilan Ağanlı kəndində idi. 2-3 olmaz. 2-ci Qarabağ Vətən müharibəsi ərazisinin cənub hissəsinin hərbi əməliyyatlara azad edilmişdir. Ərazisində hava limanı inşa edilir. Edilir deyir. Bəli. İlk infrastrukturu da səhvdir. 4 ilə 5 uyğun cavabımız 4 ilə 5 olur. 25-ə baxdıq. Növbəti 26-cı suala baxırıq. Xronoloji ardıcılığı müəyyən edin. Milli Azərbaycan qərargahının yaradılması 1962 Azərbaycan SSR-nin 2-ci konstitusiyasının dövlət dili Azərbaycan dili olması haqqında maddə 2-ci konstitusiyası 37-dədir. Heydər Əliyev SSR-nin Nazirlər Sovetinin sədrinin 1-ci müavini təyin edilməsi, sədrinin 1-ci müavini təyin edilməsi 1982-ci ilə aiddir. Deməli, bu olmalıdır. Əvvəlcə 2 olur, 2, 1, 3. 2, 1, 3 burada uyğun cavab olar. 2, 1 və 3. Növbəti 27-ci suala uyğunluğu müəyyən edin. 1, 2, 3 yazıb bunları uyğunlaşdıraq. 1, 2, 3. Müharibə dövründə vilayətlərə qoşun toplayan məmur qoşun təvacə idi. 15-ci idarəçilikdən söhbət gedir. A olmaz. Vəq torpaqlarına gələn gəlirləri nəzarət edirdi. Sədrəzəm A deməli B bəndi gedəcək 3-ə. Dövlətin maliyyə sisteminin Ali divana idarə edirdi. Baş vəzirdir. C 1-ə gedəcək. Türk yayınlarının təyin edilmiş qoşun başçısı idi. Əmir Əl-Üməra. D bəndi gedəcək 2-ə. Xarici ölkələrlə əlaqədə onun səyahətinə aid idi. Bu baş vəzirə aid idi. Y bəndi gedəcək 1-ə. Deməli 1-də C-yi, 2-də D, 3-də B olacaq.